Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidil evveline vel ahirin. Seyyidina Muhammedin ve alihi tahirin. Ve la'netullahi ala a'daihim ecma'in ila yevmil qiyameh. Allah mütealın en büyük salam, salavat, rəhmət, bərəkəti siz əziz möminlərin və İmam-ı Zaman ağanın yolunu gözləyən müntəzirlərin üzərinə olsun. Bugünkü cələsəmizdə inşallah istəyirik zuhurun əlamətlərindən biri olan Xorasani ağa haqqında danışaq. Son günlərdə baş verən hadisələrdən sonra bəzi bacı qardaşlarımız bu mövzu haqqında bəndəyə sual verdilər və bəzi əzizlərimiz son baş verən hadisələrdə naümid oldular Xorasani ağa ilə bağlı məsələlər. Ona görə qərarı aldıq ki, bu günləri siz əzizlərə Xorasani ağa haqqında qısa məlumat verək. İlk öncə Ayətullah Seyyid Əli Xameneyi ağanın böyük alim, mücahid, vəli fəqihin şəhadəti münasibəti ilə İmam-ı Zaman ağamıza və bütün İslam ümmətinə başsağlığı ərz edirəm. Tarix boyu İslam düşmənləri, xidmətçiləri, alimləri, mücahidləri, xüsusən ələmdarları, bayraqdarları qətlə yetiriblər, terror ediblər. Lakin şəxsləri terror etməklə, onları həbs etməklə, onları şəhadətə çatdırmaqla İslamı, Allahın nurunu, İmam-ı Zaman ağanın vilayətini, İmam Hüseyin ağanın məktəbini aradan apara bilməyiblər və indən belə də apara bilməyəcəklər. Allah müteal Quran-ı Kərimdə buyurur ki, Vallahu mutimmu nurihi və ləv kərihəl kafirun. Allah müteal öz nurunu tamamlayacaq, kafirlərin xoşuna gəlməsə də belə. İmam-ı Zaman ağanın əli ilə, onun şiyələrinin əli ilə yer üzündə haqqı, ədaləti bərqərar edib, ilahi hakimiyyəti inşallah quracaq. Bu, Allahın vədidir. Quran-ı Kərimdə bir neçə ayədə Allah müteal möminlərə, iman əhlinə vədə verib. Düşmənlər şəxsləri terror edə bilər, onları şəhid edə bilərlər. Amma bilməlidirlər ki, yerə düşən bayrağı digər bir şəxs, digər bir ilahi tərəfdən hidayət olunmuş şəxs həmin bayrağı yenidən qaldıracaq. Tarix boyu belə olur və belə də davam edəcək. Allah müteal Nur surəsinin 35-ci ayəsində buyurur ki, Yəhdillahu li nurihi mən yəşə. Allah müteal istədiyi kəsi öz nuruna hidayət edir. Həmin nura hidayət olan şəxs bayrağı götürüb və yolu davam etdirəcək. Kafirlərin xoşuna gəlməsə də belə. Xorasani ağa haqqında bəzi şəxslər, bəzi əzizlərimiz Xorasani ağa haqqında hədislər oxuyublar, müəyyən kəslərdən müəyyən məlumatlar əldə ediblər və təəssüf ki, şəxslərə tətbiq ediblər. Və həmin şəxslər şəhadətə çatanda və yaxud da vəfat eləyəndə əzizlərimiz naümidliyə qapılır. Bu, yanlış bir məsələdir. Biz keçən söhbətlərimizdə də qeyd etmişik, yenə təkrar edirik. Tətbiq etmək icazəli deyil. Məhdəviyyət hədislərini oxumaq yaxşıdır. İnsanın intizar çəkməsi üçün, vəzifələrini tanıması üçün, ayıq olması üçün, dostla düşməni tanıması üçün bunları oxumaq, bilmək yaxşıdır. Biz də özümüzə vəzifə bilirik, bu sahədə siz əzizlərə xidmət edirik, hədisləri sizin üçün oxuyuruq, müəyyən təhlilləri qeyd edirik ki, bizim bəsirətimiz açılsın, biz ayıq olaq, dostla düşməni tanıyaq və vəzifələrimizi bilək. Nəinki biz hədislərdə qeyd etdiyimiz şəxsləri siz
vücudu xaricdə olan müəyyən bir şəxslərə tətbiq edəsiniz. Bu əsla icazəli deyil. Ona görə hədisləri bilin, öyrənin, təhlilləri dinləyin, amma şəxslərə tətbiq etməyin. Bunun nəticəsi naümidliyə gətirib çıxardır. Allah mütaldan insan naümid olur. Çünki illərlə də özündə, zehnində formalaşdırır ki, məsələn, Xorasani ağa filan kəs idi. Sonra həmin şəxs şəhid olanda və yaxud da vəfat edəndə naümidliyə qapılır. Ona görə də tətbiq etmək qəti şəkildə icazəli deyil. İcazə verin, mən Xorasani ağa haqqında siz əzizlərə qısa məlumat verim. Və bir neçə hədis sizin üçün oxuyum. Xorasani ağanı tanıyaq, şəxsiyyətindən məlumatımız olsun. Deməli, hədislərdən bəzi çıxarışlar eləmişəm, onları sizin üçün oxuyacağım. Xorasani ağa zuhura zəmin yaradan müsbət bir şəxsiyyətdir. Zuhurdan öncə xuruc edəcək və İmam Zaman ağanın zuhuruna zəmin yaradacaq. Hədislərə görə qara bayraqlıların qiyamının rəhbəridir, ali, dini, siyasi, hərbi rəhbəridir. Qiyam nəticəsində ələ gətirdiyi qüdrəti və hakimiyyəti yalnız İmam Zaman ağaya təhvil verəcək. Heç bir qüdrət, heç bir qüvvə onların əlindən bu hakimiyyəti ala bilməyəcəklər. İmam əleyhissalam hədisdə buyurur ki, həmin qüdrəti və hakimiyyəti yalnız sahibinə təhvil verəcəklər. Xorasani ağanın ordusunda İmam Zaman ağanın əskərləri mövcuddur. Və bəzi hədislərdə buyurulub ki, hətta Allahın xəlifəsi də onların arasındadır. Digər bir nöqtə, Xorasani ağa hidayət bayrağıdır. Hədisdə buyurulur ki, Xorasani ağanın qaldırdığı bayraq, etdiyi qiyam hidayətdir, hidayət bayrağıdır. Hər kəs çalışsın, özünü ona çatdırsın, ona xidmət eləsin. İmam-ı Zaman ağanın zuhurundan öncə ki, Süfyani və Yamani xuruc edəcək, bu barədə danışmışıq. Xorasani ağa da o kəslərdən üçüncüsüdür. Süfyani, Yamani, Xorasani. Bunlar eyni vaxtda xuruc edəcək. Və Süfyani Qırğızca müharibəsindən sonra ki, Kufəyə hücum eləyəcək, qətliam törədəcək. Yamani ağa Yəməndən, Xorasani ağa isə Xorasandan özünü sürətlə İraqa çatdıracaq, Kufəyə çatdıracaq və Süfyaninin ordusu ilə vuruşub onu məğlub edəcəklər. Daha sonra İmam Zaman ağa zuhur eləyəcək və Xorasani ağa İmam Zaman ağaya beyyət edəcək. Bu, Xorasani ağanın hədislərdə gələn vəsfləridir ki, bəndə o hədislərdən çıxarışlar elədim, sizin üçün oxudum. Kitab-ül Qeybə, Qeybət-i Numanidə 14-cü bab 8-ci hədisdə Əli əleyhissalam buyurur ki, 3 şey baş verdikdən sonra fərəci gözləyin. Şam əhlinin öz aralarında ixtilaf etməsi, Xorasandan qara bayraqlıların çıxması və Ramazan ayında qorxunun baş verməsi ki, həmin səmadan gələn nidaya işarə olunur. Deməli, Əli əleyhissalam buyurur ki, fərəcdən öncə 3 dənə hadisə baş verəcək ki, onlardan biri də Xorasani ağanın qara bayraqlılarla xuruc etməsidir. Ondan sonra 14-cü bab 50-ci hədisdə Əbu Cəfər əleyhissalam buyurdu, sanki mən şərq tərəfdən çıxan bir qovm görürəm ki, haqqı tələb edirlər, lakin haqqı onlara vermirlər. Sonra yenə tələb edirlər, lakin yenə də vermirlər. Onlar belə olduğunu görüncə qılınclarına əl atarlar. Bu dəfə istədikləri şeyi onlara verəcəklər, lakin onlar qəbul etməyəcəklər. Beləcə qiyam edəcəklər və onu əldə etdikləri qüdrəti, hakimiyyəti yalnız sizin sahibinizə təhvil verəcəklər. İmam əleyhissalam buyurur ki, əldə etdikləri hakimiyyəti
zamanənin sahibinə təhvil verəcəklər. Ondan sonra yenə 14-cü bab 67-ci hədisdə bu hissəsini sizin üçün oxuyuram. O zaman ki, Sufyani Kufəyə hücum eləyəcək, ağa buyurur ki, onlar bu vəziyyətdə ikən Xorasan tərəfdən bayraqlar gələcək. Onlar mənzilləri çox sürətlə qət edəcəklər. Onlarla birgə Həzrət İmam Zaman ağanın əshabından olan bir neçə nəfər də olacaq. Məlum olur ki, Xorasani ağanın bayrağı Hidayət bayrağıdır və o bayraq altında İmam Zaman ağanın əskərləri də cəm olub. Necə ki, hədislərdə buyurulur, Biharul Ənvarda buyurulur ki, İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, Xorasandan Hidayət bayraqları xuruc edəcək və sürətlə mənzilləri keçəcəklər. İmam Zaman ağanın köməkçilərindən onların bayrağı altında vardı. Hədislərdə qeyd olunur. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, həmin bayraq altında İmam Zaman ağanın köməkçiləri də olacaq, əskərləri də olacaq. Başqa bir hədisdə, yenə Biharul Ənvarda 51-ci cilddə buyurur ki, İmam əleyhissalam buyurur ki, o zaman ki Xorasandan qara bayraqlılar xuruc etdi, ona tərəf tələsün. Buz üstündə sinəvizlə sürüşərək olsa da belə özünüzü ona çatdırın. Bəs məlum olur ki, Xorasani ağa Hidayət bayrağıdır və o bayraq altında İmam Zaman ağanın xidmətçiləri və əskərləri də var. Və İmam əleyhissalam öz şiyələrinə buyurur ki, özünüzü ona çatdırın. Yəni, bu hərəkata, bu sistemə xidmət eləyin, kömək eləyin, ta ki bayrağı İmam Zaman ağaya təhvil versinlər. Ta ki Sufyani üzərində, İmam Zaman ağanın qatı düşməni olan Sufyaninin üzərində qalib gəlsin. Həmçinin Qeybət-i Tusidə 457-ci hədisdə 457-ci hədisdə İmam əleyhissalam, İmam Baqir əleyhissalam buyurur ki, qara bayraqlılar Xorasandan xaric olacaqlar və Kufəyə daxil olacaqlar. O zaman İmam Zaman ağa zuhur eləyəcək. Kufədə Sufyani ilə vuruşandan sonra, müharibədən sonra İmam Zaman ağa zuhur eləyəcək və onlar İmam Zaman ağaya beyət etmək üçün ona peyğam göndərəcəklər. 457-ci hədis. Digər bir hədisdə isə deməli 443-cü hədisdə isə İmam əleyhissalam buyurur ki, zuhurdan öncə 3 şəxsiyyət xuruc edəcək. Deməli, Əl-Xorasaniyyü və Sufyaniyyü və Yəmaniyyü fi sənətin vahidə, fi şəhrin vahid, fi yevmin vahid. Ağa buyurur ki, Xorasani, Sufyani və Yəmani xuruc edəcək. Eyni ildə, eyni ayda, eyni gündə. Bu barədə sizin üçün danışmışam, bu hədisin təhlilini etmişəm ki, eyni ildə, eyni ayda, gündə xuruc etməyin mənası nədir, hansı mərhələdə o baş verəcək. Bu qədər Xorasani ağa haqqında qısa sizə məlumat verdim. Xorasani ağa İmam Zaman ağanın zuhurunun əlamətlərindən biridir. Qara bayraqlıların dini, ali, siyasi, hərbi rəhbəridir. Xorasan deyəndə bunu da qeyd edim ki, o vaxtki coğrafiyaya görə Əfqanistanın bir hissəsi, Tacikistan, Türkmənistan, Özbəkistanın bir hissəsi, ən əsas da İranın, bugünkü İran İslam Respublikasının böyük bir hissəsini əhatə edirdi Xorasan vilayəti. Xorasan deyəndə həmin bu coğrafiya nəzərdə tutulurdu. Bəs Xorasani ağa müsbət bir şəxsiyyətdir, İmam Zaman ağanın zuhuruna zəmin yaradan bir şəxsdir.
Onun bayrağı altında İmam Zaman ağanın əskərləri də olacaq. Bayrağı İmam Zaman ağaya təhvil verəcəklər, Sufyani ilə vuruşacaqlar, ağaya beyət edəcəklər. Allah mütəal bizləri daim haqq cəbhəsində qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. همونی که براش نمردیم آخر سر فدای ما شد بالاخره بعد یه عمری مسافر کرب و بلا شد حسین